Gəncədə tanınmış skripka müəllimi dünyasını dəyişib. Gəncə Xəbər mərhuma yaxınları tərəfindən verilən məlumata görə Gəncə şəhəri Dövlət Filarmoniyasının kamera orkestrının solisti, bir sayılı uşaq musiqi məktəbinin və Gəncə Musiqi Kollecinin skripka müəllimi Surxay Avtomobiloğlu Əhmədov vəfat edib. Qeyd olunub ki, 1971-ci il təvəllüdlü kişinin dünyasının dəyişməsinə ürək tutması səbəb olub. Gecə saatlarında yuxuya gedən müəllim həyatla səssiz vidalaşıb, səhər oyanmayıb. Yaxınlarının sözlərinə görə Surxay Əhmədov müəllimlərin attestasiya imtahanı ilə bağlı həyəcan keçirib. Onun imtahandan keçdiyi bildirilsə də nəticəyə inanmayıb və bununla bağlı narahatlıq yaşayıb. Mərhum sabah martın 12-si Gəncə şəhərində torpağa tapşırılacaq.